Deməli, bugünkü dərsimiz neftlə bağlı olacaq. Azərbaycanda neft quyusu ilk dəfə 1848-ci ildə qazma, buruq üsulu ilə ilk dəfə olaraq Azərbaycanda neft çıxarılmağa başlanmışdı. 1859-cu ildə isə neftin tərkibi ayrılaraq ilk dəfə Azərbaycanda ağ neft əldə olunmuşdu. Təbii ki, Rus kapitalistləri tərəfindən. 1863-cü ildə isə Azərbaycanlı alim olan Cavad Məlikovun rəhbərliyi altında növbəti bir ağ neft zavodu tikilmiş və bu neft zavodunun digərlərindən fərqi o idi ki, neftin tərkibini ayırmaq üçün ilk dəfə soyuducu sistemindən istifadə olunmuşdu. Biz öncəki dərsimizdə öyrəndik ki, neftdə həm məcburi əmək var, həm də 19-cu əsrin birinci yarısında həm də iltizam var. Bunların mövcud olması neftin inkişafına mane olurdu 19-cu əsrin 30-50-ci illərində və 1864-cü ildə məcburi əmək ləğv olunacaq. Bu da təbii ki, neftin inkişafına səbəb olacaq. Niyə? Çünki məcbur işlədiləndə əhali ürək açan kimi iş görmürdülər. Sonra bu muzlu oldu, yəni məcburi əmək ləğv olundu. Buna icbari əmək də deyirlər. Muzlu əməyə çevrildi, yəni pullu. Kim istəyirdi, gəlib pulunu alıb işləyirdi, canla başlandı, işini görürdü. Deməli, 1864-cü ildə məcburi əmək ləğv olundu. 1872-ci ildə isə iltizam sistemi ləğv olunur, fevral ayında. İltizam da ləğv olundu. İltizamın ümumiyyətlə Azərbaycanda nə həyata keçirilirdisə, Rusun istəyinə görə həyata keçirilirdi. İltizam sistemi niyə ləğv olundu? Çünki Rusiyada duru yanacağa tələbatı artdı. Ona görə də Rusiya neftə iltizamı ləğv elədi. İltizam kirayə verilirdi, neft sahələri kirayə verilirdi. Necə gəldi bundan istifadə olunurdu deyənə öz əhəmiyyətini, keyfiyyətini itirirdi. Ona görə də 72-ci ilin fevral ayında iltizam ləğv olundu. Dekabr ayında isə hərraca çıxarıldı. Hərraca çıxarıldı və hərraca çıxarılanda da hərrac nədir? Satış. Yəni artıq neft sahələri kirayə deyil, satışa verilirdi. Təbii ki, kimin pulu var idi, gəldi varlıları aldı. 1873-cü ildə neft quyularının qazılmasında artıq qazma buruq üsulundan yox, demək buxarla işləyən mexanikadan istifadə olunurdu. Bunun sayəsində daha yaxşı demək qurğular olduğu üçün bunun sayəsində neft fontan vurdu. Neft fontan vurdu, bütün şəhəri neft bürüdü, adlandı Bakı. Qara şəhər. Təbii ki, Azərbaycanlı kapitalistlərdən Hacı Zeynalabdin Tağıyev idi, Musa Nağıyev idi, Şəmsə Sadullayev idi, Murtuza Muxtarov idi. Bunlar neftə sərmayə qoyurdular, amma az sərmayə qoyurdular. Çünki pul o qədər yox idi axı. Rusun da belə deyək, pul yox idi, çünki neft hədsiz çox idi. Ona görə də 1879-cu ildə Azərbaycana İsveçin Nobel şirkəti təşrif buyurdu. Nobel şirkəti gəldi. Baltik dənizinin sahilində olur və gəldi ki, Azərbaycana neft quyuları satın alsın və nefti İsveçə nə ilə daşıyacaqdı o? Tankerlərlə. Tankerlər nə ilə doldurulacaqdı? Borularla. Deməli, Azərbaycanda İsveç ilk xarici kapital neftdə İsveçdir. Təbii ki, Rusu qoyuruq qırağa, Rus bütün sahələrdə var. İsveçli Nobel şirkəti, Nobel qardaşlarım tankerlə daşınırdı, tankerlər də borla doldurulurdu. 1880-ci illərdə isə Fransa gəldi, Azərbaycana kapital qoyuldu. Rothschild şirkəti. Bəs bu nə ilə daşınırdı? Təbii ki, bunlar da dəmir yolla daşınırdı. Ona görə də neft daşıyan dəmir yollarda təməli qoyulmuş oldu. 90-cı illərdə isə İngiltərə şirkəti gəldi bura. Hubbard. Bəs bu nə ilə daşıyırdı? Əvvəlcə dəmir yolla Fransaya qədər, oradan da tankerlərlə öz ölkəsinə daşınırdı. Deməli, xarici kapitalın sayəsində Azərbaycan nefti inkişaf eləməyə başladı. 70-ci illərin sonunda artıq tanker boru mövcud olanda artıq zərbə üsulundan da istifadə olunmağa başladı. Zərbə üsulu, belə deyək də, neftin çıxarılmasında daha yeni qurğudur. Elə birincisi qazma buruqdur. 48-də. Sonra qazma buruqdan sonra buxardı. Sonra da ondan keyfiyyətli 70-ci illərin sonunda zərbə üsuluydu.
1884-cü ildə neft sənayeçiləri yığıldılar bir yerə, qurultay keçirdilər ki, təbii ki, neftin sahibləri maqnat adlanırdı. Neftdən necə, hansı formada istifadə etmək lazımdır ki, çoxlu gəlir gətirsin. 1893-cü ildə isə 97-yə qədər ağ neft sənayeçilərinin qurultayı çağırıldı ki, ağ neft çıxaranlar daha çox pul qazanırdı. Bunların qurultayı çağırıldı ki, biz ağ nefti hansı formada istehsal edib dünya bazarına çatdırmalıyıq və Azərbaycan neftə görə dünyada Rusun adını birinci yerdə təmsil edirdi. Lakin daxili çəkişmə olduğu üçün demək ağ neft qurultayı elə də uzun sürmədi. 4 ildən sonra ləğv olundu. 19-cu əsrin sonunda bu xarici şirkətlərin gəlişi ilə Azərbaycan neftində inhisarlaşma prosesi başladı. İnhisarlaşma, yəni iri şirkətlərin yaranması. Və 19-cu əsrdə yəni inhisarlaşma başladı. Təbii ki, 20-ci əsrdə də hələ ki var da, böyük şirkətlərdən gedir söhbət. 20-ci əsrin əvvəlləri Azərbaycan dünyada birinci yerdə idi neftinə görə. Dünya bazarını ABŞ-ın Standart Oil şirkəti ilə bölürdü. Yəni neftə görə birinci yerdə idi. Lakin 1900-1903-cü illərdə Amerikadan başlayaraq dünyada iqtisadi böhran oldu. Bu da Rusiyaya, təbii ki, bütün dünya ölkələri kimi Rusiyaya da təsir göstərdi. Rusiya artıq Azərbaycanda neft sənayesinə sərmayə qoymurdu. Yeni geoloji işlər aparılmırdı, kəşfiyyat işlər aparılmırdı. Hər 5 avadanlıqdan 4-ü köhnə idi. Ona görə Azərbaycan nefti dünya böhranından sonra düşdü ikinci yerə, birinci yerə qalxdı ABŞ. 1912-ci ildə isə demək Standart Oil şirkəti yarandı. Oil neft deməkdir, bilirsiniz. Standart Oil şirkəti yarandı. Amerikada böyük şirkətlər birliyi idi. 20 dənə şirkət var idi orada. 20 şirkətdən də demək Azərbaycan şirkəti də var idi orada 3 dənəsi. Biri Nobel qardaşlarının təmsil etdiyi Nobel şirkəti idi. Biri Shell şirkəti idi, bir də Oil şirkəti idi. Mazut da deyirdilər ona. Bu bizim neft sahəsi haqqındakı məlumatımız. Keçək mis sahəsinə. Azərbaycanın mis sahəsində də inkişaf var idi. Misi bilirsiniz ki, eneolit dövründə kəşf olunub, əldə olunan ilk metaldır. Sonra tərkibinə müəyyən maddələr qataraq tunc əldə olunmuşdu və misdən geniş şəkildə istifadə olunmağa başlanılıb. 19-cu əsrin ikinci yarısında təbii ki, silah istehsalında mühüm rol oynayırdı. 1865-ci ildə bütün qeyd etdiyim kimi sahələrdə Rusun adı keçirdi. Bunu tək-tək demək lazım deyil. 1865-ci ildə Alman şirkəti Siemens qardaşları gəldi misə sərmayə qoydular 1865-ci ildə. Və mis sənayesi inkişaf eləməyə başladı 1883-cü Gədəbəydə, bir də Daşkəsəndə kobalt zavodu tikildi, kobalt zavodu tikildi, Gədəbəydə isə mis zavodu tikildi. 1883-cü ildə isə Qalakənddə yeni bir zavod tikilmiş oldu. Alman şirkəti tərəfindən. Təbii ki, Rus da yarı-yarıyadır. Lakin 20-ci əsr başlayanda dünya böhranından sonra o da mis sahəsinə yəni yan keçmədi. Dünya böhranı başlayandan sonra dünya dövlətlərinin maraq dairələri dəyişirdi. Almaniya artıq Rusiyanın rəqibə çevrilirdi və Rusiya Almaniyanın işini dayandırmış oldu. Dayandırmasının səbəbi çünki beynəlxalq aləmdə bununla münasibətləri pozuldu. 1907-ci ildə Rusiya getdi Moskvada böyük bir mis şirkəti tikdi. 7 dənə şirkət var idi orada. 7 dənə şirkət var idi orada. Həmin şirkətdən də biri Gədəbəy şirkəti oldu ki, Rusiya qatdı özünə. Bununla da mis sahəsində inhisarlaşma başladı. Deməli, neftdə inhisarlaşma 19-cu əsrin ikinci yarısıdır. Misdə inhisarlaşma 20-ci əsrin birinci yarısıdır və misin çıxarılmasında almas metalından da, almas daşlarından da qazma almaz üsulu ilə istifadə olunurdu. Deməli, mis sayəsində 65-də Siemens qardaşlarının təşəbbüsü ilə Daşkəsəndə kobalt, Gədəbəydə mis, 83-cü ildə Qalakənd zavodu tikildi mis sahəsində, yenə də Alman və Rus. 1907-ci ildə beynəlxalq münasibətləri pozulduğu üçün Rusiya ayrıldı, getdi Moskvada 7 dənə zavod tikdi. Onlardan biri də Gədəbəy idi.
Yəni bu Moskva şirkətinə daxil olan kapitalistlərdən biri və neftə inhisarlaşmanın 9-cu əsrin ikinci yarısı, misdə isə 20-ci əsrin birinci yarısı idi. Növbəti gəlir sahəsi isə ipək idi. Biz Xanabad manufakturasını 1827-ci ildə ipək sahəsində ilk manufakturanın tikildiyini gördük. Bununla da kapitalizmin inkişafına demək şərait yaradıldı. Lakin 1861-ci ildə Şəkidə böyük bir zavodun, ipək zavodunun tikilməsi ipək sahəsində sənaye çevrilişinə səbəb olmuş oldu. Sənaye çevrilişi oldu. Bilirsiniz ki, sənaye çevrilişi ilk dəfə 18-ci əsrin 60-cı illərində İngiltərədən başlayıb və eləcə də 1861-ci ildə də Şəkinin ipək sahəsində sənaye çevrilişi baş verdi. 1862-ci ildə bu zavodun istehsal etdiyi ipək London sərgisindən qızıl medalına qayıtdı. 1866-cı ildə isə Fransadan alınan texnologiya əsasında demək aşağı Əylisli kəndində yeni bir zavod tikilmiş oldu. Sonra keçirik məcburi əməyin mövcud olduğu sahələrə. Məcburi əmək bir var neftə, bir də var zəydə. Zəy kristal formasında olurdu, duz formasında, amma müalicə və əhəmiyyətli idi də. Bir də duzda. Deməli, neftlə zəydə 1864-də ləğv olundu, duzda isə 1868-də məcburi əmək ləğv olundu. İltizam sistemi isə yaxşı bir şey deyil bunların heç biri. 1872-də neftdə idi, ləğv olundu. Demək, 1880-də də balıqda idi, ləğv olundu. Və Azərbaycanda maldarlığın içərisində ən çox inkişaf eləyirdi qoyunçuluq. Çünki ondan mahud yun alırdılar. Dünya bazarında belə deyək, xalça falan toxuyurlar. Dünya bazarında rəqabətə rast gəlmirdi. Və qoyunçuluq da təbii ki, köçəri maldarlıqdır da. Əhali götürürdü mallarını, köçüb gedirdi otarmağa, yaylağa, qışlağa. Onların evdə olmamasına istifadə edərək Rusiya onların evlərinə gətirib erməniləri, rusları yerləşdirirdi. Qaydanda etiraz eləyəndə də onları sürgün eləyirdilər. Və bu çobanlara el arasında qara papaqlar və ya tərəkəmələr deyirdilər. Balıq sənayesini də qeyd etdim ki, balıq da Salyan xəzinə qəyyumluğu 19-cu əsrin birinci yarısında, hardasa 1829-27-də Xanabaddır. İndi kitablarımızda olmur o, amma mən deyim də sizə 29-da balıqdadır manufakturanın tikilməsi. 1880-ci ildə balıq sənayesində iltizam sistemi ləğv olundu. Azərbaycan kapitalistləri ən çox yüngül və yeyinti sənayesinə sərmayə qoyurdular. Çünki pulları ona yetirdi. Baxın, neft çoxlu, küllü miqdarda pul tələb eləyir. Yüngül yeyinti də deyəndə ki, yeyinti zaten yeyintidir, balıqdır, tutaq ki, qida məhsullarıdır. Yüngül də ki, geyim keçim falan idi. Bu bizim demək iqtisadiyyatımız haqqında, sənayemiz haqqında. Keçək digər sahələrə. Məsələn, dəmir yolundan danışdıq. İlk dəfə dedik ki, dəmir yolu 1880-ci ildə neft daşımaq üçün çəkilmişdi. Fransaya neft daşımaq üçün. Sonra sərnişin daşıyan dəmir yolu 1883-cü ildə sərnişin daşıyan dəmir yolu demək çəkildi. Özü də Bakı Rusiya üçün yeməli yer, Tiflis isə oturmalı yer idi. Ona görə də dəmir yolu ilə Bakıdan Tiflisə çəkilmiş oldu. Hətta vağzallar da, insanların dayanması üçün vağzallar da təyin olundu. 1900-cü ildə isə Bakı Petrovsk dəmir yolu çəkildi və yaxud da buna Biləcəri Mahaçqala deyirik stansiyaların adı ilə. Biləcəri Mahaçqala da deyə bilərik, Bakı Petrovsk da deyə bilərik. Bununla da Azərbaycan ilk dəfə olaraq Rusiya bazarına çıxmış oldu. Sonra digər dəmir yolları yəqin 20-ci əsrin əvvəllərində öyrənəcəyik. Keçirik teleqrafa. Teleqraf bilirsiniz ki, rabitədir. 1864-1868-ci illərdə teleqraf çəkilib. Məsələn, elə Bakıdan Tiflisə qeyd etdiyim kimi. 1912, 1911, 1912-ci illərdə isə telefon çəkilib. Yenə də Bakıdan Tiflisə. 1886-cı ildə isə Bakıda mərkəzləşdirilmiş telefon stansiyası yaradılmış olub. Deməli, teleqraf 64-68-də Bakı Tiflis, 11-12-də telefondu Bakı Tiflis, 1886-da mərkəzləşdirilmiş telefon stansiyası yaradılmışdı.
Sonra nəyimiz qalır burada? Dəmir yollarını dedik, teleqrafı dedik. Hətta 1879-cu ildə Xəzər dənizinin altı ilə Bakı Krasnovodsk demək teleqraf xətti də çəkilmişdi. Suyun altı ilə teleqraf xətti çəkilmişdi. Sonra gələk Tağıyevə, yox, Zaqatala üsyanından bir dənə danışım sizin üçün. Biz 19-cu əsrin 30-cu illərində üsyanlardan danışdıq, eləmi? Eləcə də 19-cu əsrin 60-cı illərində də üsyan var. Harda? Zaqatalada. Rəhbəri də Hacı Murtuz idi. Niyə? 1850-ci ildə Varantsov, Canişin Varantsov arvadını da götürür, gəlir Qax rayonuna ki, kim əgər xristianlığı qəbul eləsə, onun vergiləri azalacaq, evladlarının xas suyuna salınmasına icazə versə, onlara qızıl hədiyyə veriləcək. Artıq 50-ci illərin əvvəllərində başlayan bu proses sonunda 1000-ə yaxın ailə xristianlığı qəbul eləmişdi. Və sonra da yavaş-yavaş məscidləri dağıdırdılar, yerində kilsə tikirdilər. Üstəgəl 1861-ci ildə Rusiya öz ərazisində kəndli islahatı keçirmişdi. Kəndlilər təhkimçilikdən azad olunmuşdu. Sonra bu islahatı öz ərazisində. Sonra bu islahatı Gürcüstana da aid eləmişdi. Gürcüstanla da Zaqatala qapı qonşudur. Zaqatala dedi, nə oldu ki, islahat keçirilir, Gürcüstana şamil olunur, bizə yox. Və bu onlar üçün elə bir ki, doldurmuşdu da onlara, partlamaq istəyirdilər. 1862-ci ildə Qalacov adlı bir şəxs gəldi, Carbala kəndə kilsə tikdirdi, məscidləri dağıdaraq kilsə tikdirdi. Bu da elə bir üsyan başlaması üçün bir siqnal oldu. 1863-cü ildə üsyan başladı, rəhbəri də Hacı Murtuz, hətta köməkçiləri var idi, Molla Zənginən, Bürcəlim. Üsyan geniş xarakter almadı, yəni lokal təkcə bir dənə Zaqatalanı əhatə elədi və burada hamı narazı idi. Məsələn, ruhanilər narazı idi ki, məscidlər dağılırdı, əhali narazı idi. Niyə? Rusiya əhalini süstürmək üçün buranın kəndlisi İngiloy və Muğal adlanır. İngiloy və Muğal. Deməli, bunlar Albaniya nəslindən qalan Alban nəsilli tayfalardır. Və böyük torpaq sahibləri isə burada Keşkəl adlanır. Keşkəl. Keşkəl torpağıdır, yəni Keşkəl sahibləri. Yəni Zaqatalada kasıb əhali İngiloy və Muğal, varlılar isə Keşkəl sahibi adlanırdı. Və Rusiya gəldi, cəmaata dedi ki, sizi Keşkəl sahiblərindən azad eləyirik. Bunlar da razılaşdılar, imza zad atdılar ki, şükür Allaha da azadıq. Amma sonra dedi ki, gəlirimizin 10 qatını verin bizə. Bunlar da dedi ki, bizim gəlirimiz olsa sənə üç veririk ki. Ona görə də etiraz elədilər. Deməli, əhali də belə narazı idi. Ruhani narazı idi. Keşkəl sahibləri də narazı idi. Zaten niyə? Çünki ucuz işçi qüvvələrindən məhrum oldular. Bütün bunların hamısının nəticəsində Zaqatalada üsyan oldu. Amma üsyan yatırıldı. Hacı Murtuz edam olundu. Dəymiş bütün ziyan Zaqatala əhalisinə ödədildi. Üstəgəl 1912-13-ə qədər bunlar üçün heç bir yerdə islahat keçirilmədi. Keçək burjuva islahatlarına. 19-cu əsrin ikinci yarısı, biz birinci yarısı, demək 40-cı il islahatlarını eşitdik. İndi 19-cu əsrin ikinci yarısında artıq burjuva varlı deməkdir. Çünki 19-cu əsrin ikinci yarısı Azərbaycan kapitalizm inkişaf eləmişdi, varlı bir təbəqəsi var idi. Deməli, bunun üçün biz 1866 məhkəmə islahatını eşidəcəyik. 1870 kəndi islahatını eşidəcəyik. 1878-də şəhər islahatını eşidəcəyik. Baxın, məhkəmə, sonra kənd, bir də şəhər islahatı. Demək, Rusiyanın çarı da söhbət 2-ci Aleksandrdan gedir. 2-ci Aleksandr öz ölkəsində də bu islahatlar keçirilmişdi. 2 dənə də əlavə, hərbi və zemstvo. Hərbi zaten hərbdir, bizə hərbi xidmət aparmırdılar deyənə ehtiyac olmadı. Zemstvo da təsərrüfat və mədəniyyəti idarə edən orqandır. Bizi də idarə edən zaten ruslar olduğu üçün ehtiyac yox idi. Ona görə də biz üçün islahatlar keçirilmədi. Gəlin birinci məhkəmə islahatına. Deməli, siz məhkəmə islahatı bu boyda çarın dövründə Çar Azərbaycanı nə vaxt işğal eləyib? 1920-ci il, 1828-ci ildən ta 1918-ci ilə qədər Azərbaycanda 17-yə qədər çarizm dövründə, 18-də də daha tamamən onlar devrilib, Sovet gəlib hakimiyyətə. Deməli, bu dövr ərzində cəmi 2 dənə məhkəmə islahatı var.
Biri 1840-da qabağında inzibati sözü var. İnzibati məhkəmə, o zaten bildi, komendant zad ləğv olundu. Bir də 1866-da prostoy, yəni sadə məhkəmə islahatı. Prostoy məhkəmə islahatına görə varlı kasıbçında silki məhkəmələr ləğv olundu. Əvvəl 2 də məhkəmə var idi. Varlı cinayəri, kasıb cinayəri. Silki məhkəmələr ləğv olundu. Bir dənə məhkəmə yaradıldı. Vahid məhkəmə yaradıldı. Və məhkəmə açıq keçirilirdi. Kim istəsəydi gəlib burada iştirak eləyə bilərdi. Nə yaxşı. Amma o idi ki, məhkəmə rus dilində idi. Mükəmməl rus dili bilən əhali bura şikayət eləyə bilirdi. Və sən şahid yox, vəkil gətirməlisən. Məsələn, mən filan kəsi döydüm, peşman kəs gördü. Yox, sən vəkil gətirməlisən. Vəkil tutmaq üçün də pul lazım olduğu üçün bu kəndlinin işinə yaramadı bu. Və hakim təyin olunurdu, seçilmirdi. Yəni Rusiya kimi təyin eləyirsə, ürəyə kimi istəyirsə, ondan da hakim seçilirdi. Təbii ki, Rusun maraqlarını, ümumiyyətlə Rusiya Azərbaycanla nə edirsə, öz müstəmləkə rejimini möhkəmləndirmək üçün eləyir. Gəlirəm 78 şəhər islahatına, bu biraz uzun dərədir. 78-ci ildə Bakı şəhərində keçirildi bu islahat məhdud şəkildə. Deməli, islahatın mahiyyəti nədir? Bakı şəhərinə Rusiyanın Daxili İşlər Nazirliyinin seçdiyi Duma rəhbərlik eləməli idi. Daha doğrusu Daxili İşlər Nazirliyinin belə deyək, iştirakı ilə seçilən Duma rəhbərlik eləyirdi. Həmin Duma seçilirdi. Demək ki, şəhər idarəsi yaradılırdı. Həmin şəhər idarəsində seçkilər keçirilirdi və həmin Duma seçilirdi. Hər kəs tərəfindən. Hər kəs yox. Yaşı 25-dən yuxarı olanlar, görürsünüz, yaş senzi qoyuldu. Məsələn, bu günlər bizdə yaş senzi var. 18 yaşdan aşağılar seçkiyə gedə bilmir. Yaş senzi qoyuldu. Üstəgəl də əmlak senzi də var idi. Senz qadağadır. Müəyyən qədər əmlakı olanlar ancaq burada iştirak eləyə bilərdi. Əmlakı olmayanlar iştirak edə bilməzdi. Və Bakı Şəhər Dumasının rəhbəri Rus olurdu. Tərkibi isə 50-50-yə. 50-si xristiyan olurdu, 50% də müsəlman olurdu. Niyə Duma rəhbəri Rusdan təyin olunurdu? Çünki hüquqşünas yox idi Azərbaycanda. Sonra gedəcək Fətəli xan Xoyskilə, bir də Səməd bəy Mehmandarov elə Moskvada hüquqşünaslıq oxuyacaqlar. Gələcək Xoyski Bakı Şəhər Dumasının rəhbəri olacaq. Mehmandarov da ki, AXC dövründə parlamentin rəhbəri olub, qanunverici orqan, ümumiyyətlə qurultaylarda zətdə hüququ mükəmməl bildiyi üçün iştirak eləyib. Və şəhərdəki bütün hər şey, yəni Bakı Şəhər Duması Rusiyadan asılı deyildi. Şəhərdəki bütün məsuliyyət onun üstündə idi. İstəyir təhsil, istəyir yanğın, istəyir iqtisadiyyat, istəyir bazar, istəyir xəstəxana, istəyir ticarət, nə varsa hamısını o nəzarət edirdi. Daha Rusiya buna baxmırdı. Vaxtı-vaxtında elə bir ki, pulunu, vergisini yığıb göndərirdi Rusiyanın xəzinəsinə. Hər şeydən cavabdeh o idi. Bakı Şəhər Duması. Lakin Bakıda bu şəhər islahatı özünü doğrultmadığı üçün 1892-ci ildə Gəncədən başlayaraq digər ərazilərdə də məhdud şəkildə, Gəncədə geniş idi, digər ərazilərdə isə məhdud şəkildə. Ümumiyyətlə, hər şeyin ən birincisi bu siyasi cəhətdən Gəncədə, Bakıda başlayıb. Məsələn, elə iqtisadi cəhətdən, məsələn, ilk birja bazardır, ilk kredit bankları, sonra ilk yarmarka, bunlar hamısı Bakıdan başlayır. Keçək indi kənd islahatına. Aşağıdan başlayıram. Kənd islahatına getmək üçün birinci addımı atacağım 1861-ci ildə yaradılacaq mərz palataları. Mərz nədir? Sərhəd. Yəni, bunun yekun bilsiz nəticə nədir? Məsələn, biz hazırlaşırıq. Riyaziyyatdan, tarixdən, coğrafiyadan, ondan bundan. Niyə? Nəticə nə istəyirik? Universitetə girmək. Bu nəticədir. Bu nəticəyə gəlmək üçün biz addımlar atmalıyıq da, ayları yola verərək oxumalıyıq. Deməli, 1861-ci ildə mərz palataları yaradıldı. Mərz sərhəd deməkdir. Kəndlərə nəticədə torpaq verilməlidir, satılmalıdır. Kəndlərə satılacaq torpaqların sərhədləri təyin olundu. Bu bir. Sonra işləyəcəm ki, 1864-cü ildə və 68-ci ildə qeyd etdi ki, məcburi əmək ləğv olundu. Demək, neftə, duzda zəydə. Sonra eşidəcəm ki, 1865-ci ildə kənd idarəsi yaradıldı. Həmin kənd idarəsinə kəndxuda, əhalinin seçdiyi kəndxuda rəhbərlik eləyirdi. Bax, şəhər islahatında şəhər idarəsidir, kənd islahatında kənd idarəsidir. Kənd cəmiyyətləri haqqında qanun.
Hər ikisində yaş senzi var. Amma bunda əmlak senzi var, bunda yoxdur. Yaşı 25-dən yuxarı olanlar xalq yığıncağında iştirak edib kənd xudalarını seçə bilərlər və buna görə polis məhkəmə hüququ ləğv olundu. Hansı ki, polis məhkəmə hüququ 1846-47-də yaranmışdı, 65-də ləğv olundu. Bu əhalinin xeyrinə olsa da, lakin torpaq və vergi məsələlərinə toxunulmadı. Sonra işləyəcəm ki, 1866-cı ildə bəy komissiyaları yaradıldı ki, Aleksandr dedi ki, bir reallaşdıraq görək real bəylər kimdir, qondarma bəylər kimdir, yəni bəyləri dəqiqləşdirmək üçün bəy komissiyaları yaradıldı. Nəhayət 1870-ci il islahatına gəldik. Həmin islahata əsasən bir dənə sizin üçün burada demək xəritə kimi çəkim, zaten dəftərinizdə çəkmişdim. Deməli, 1847-ci il islahatı var idi. Bu da sahibkar kəndlərinə aiddir. 1870-ci il. Bu da sahibkar kəndlərinə aiddir. 20-ci əsrdə 1912-13-də də qanunlar var. Bu da sahibkar kəndlərinə aiddir. Bunun adı gedir aqrar qanunlar. Bunun adı gedir burjua islahatı. Bunun adı isə gedir kəndli əsasnamələri. Bax, belə gedir adı. Üçün də oxşar cəhəti, üçü də sahibkar kəndlərinə aiddir. Fərqi budur ki, 47-də kəndli asılıdır. 1870-də azaddır. 1912-13-də isə məcbur azaddır. Bu nə deməkdir? Burada sən istəsən də azad ola bilmirsən. Kəndli feodaldan asılıdır. Şəxsən yox, torpağa görə. Azərbaycanda şəxsən asılı olmaq, yəni təhkimli söhbəti yoxdur. 1870-ci ildə isə kəndli azaddır. Feodal asılı kəndli münasibətləri ləğv olundu. Kəndli azaddır. Amma kəndlinin, bütün kəndinin pulu yoxdur ki, pul verib torpağını alsın. Bu kimə aid idi? Bu ancaq aid idi varlılara. Ona görə də varlılar getdi aldı, oldu qolçomaqlar sinfi yarandı. Yəni varlı kəndli qrupu yarandı. Sonra da onlar da gedirdi, torpaqlar çox olduğu üçün traktor falan alıb gətirirdilər, məhsullarını 1-ə 5 artırırdılar. Kasıb Qaragün görürdü ki, əlində bir damcı torpağı var, əkib becərə bilmir onu, texnologiyası yoxdur. Demək ki, gedirdi, məcbur olurdu, varlının sahəsində günəmuzlu işləyirdi. Amma 1912-13-də isə kəndli məcbur azaddır. Dövlət elə bir kredit verirdi, 20 ilə 6%-lə. Demək, kredit verirdi ki, ged al yınan torpağı. Sonra yavaş-yavaş dövlətin pulunu qaytardı. Məcbursan, istədin istəmədin, məcbur gedib almalısan ki, dövlət buradan qazanırdı da. Deməli, burada nə var? Çöpbaşı vergisi var, malcəhət vergisi var, bəhrə vergisi var. Malcəhət məhsul vergisidir, bəhrə su vergisidir, çöpbaşı da otlaq vergisidir. Əgər sən məhsul əkirsənsə, buna görə malcəhət ödəməliydin. 10-da 1, 5-də 1, 3-də 1. Bax, salırdın su 3-də 1. Tutaq ki, suvarma kanallarına istifadə edirsənsə, bəhrə vergisi ödəməlisən. Yox, otlaqdan istifadə, həmin ərazini əkib becərməyib, otlağa çevirirsənsə, ona görə pulla çöpbaşı vergisi verməlisən. Çöpbaşı ancaq buradadır. Demək, 1847-ci il islahatında da ancaq çöpbaşı vergisi və feodal üçün biyara və əvrəzə gedirdin. Yəni, pulsuz gedib feodal üçündə demək, ildə 18 gün biyar idi, ildə 2-3 gün isə əvrəz idi, gedib işləməli idin. 1870-də isə daha çöpbaşı yoxdur, çöpbaşı ancaq 47-dədir. Burada malcəhətlə bəhrə yerində qalmaq oldu. Hətta biyar və əvrəz də ləğv olundu ki, kim istəyir gedib işləməsin, dövlət üçün pulunu versin. Axı, pulum yoxdur, pulun yoxdur, pulun olana qədər get, müvəqqəti get işlə, müvəqqəti mükəlləfiyyət. Yəni, biyar və əvrəzin adı dəyişib, oldu müvəqqəti mükəlləfiyyət. Burada məcbur gedib işləməliydin. Burada pulun var, ver gedməklə. Müvəqqəti mükəlləfiyyət. Yox, pulun yoxdursa gedib müvəqqəti işlə. Burada isə müvəqqəti mükəlləfiyyət artıq yoxdur, ləğv olundu. Hər kəs özü üçün işləyib dövlətə həm faizini, kreditini verməli idi, həm də vergisini verməli idi. Məsələn, burada 15 yaşına çatmış kişi cinsinin olanlara 5 desiyatin tam torpaq verilirdi. Burada da var o. 15 yaşına çatmışlara 5 desiyatin torpaq verilirdi, o torpağı ala bilməyənlərə. Amma artıq olsa kəsib götürürdülər mülkədarın xeyrinə. Əksik olsa da əlavəsini vermirdilər. Və verdikləri torpaqdan su kanalları gedirsə, onu da mülkədarın icazəsi ilə istifadə edə bilərdilər. Yəni, pulunu verməli idilər və istifadə etməli idilər. 1912-13-də isə kəndli məcbur azad olur və müvəqqəti mükəlləfiyyət ləğv olunur. Hətta onlara istifadə, belə deyək də, yararsız torpaqlar, istifadəsiz torpaqlar var idi ki, onlara pulsuz verilirdi. Nə yaxşı, yox, sonra ona görə vergi alınırdı.
Ona görə kəndli məcbur idi ki, bu ərazini əlverişli eləsin ki, ona görə dövlətə vergi ödəyirdi. Pulsuz alsa da vergi ödəyirdi. Meşə, otlaq, çəmən isə əhalinin hesabına pulsuz keçirdi. Zaten indi də elədi. Meşədir, çəməndir, otlaqdır, bulaqdır, bunlardan əhali pulsuz istifadə eləyir. Gələk bu hamısı sahibkar kəndlərinə aiddir. Gələk indi dövlət kəndlərinə. Siz bilirsiniz ki 19-cu əsrin birinci yarısında kəndlər ikiyə yerə bölünür, sahibkar və dövlət kəndləri. Onlar da öz-özlüyündə rəiyyət, rəncbər elata bölünürdü ta 1846-cı il 6 dekabr reskriptinə görə. Dövlət kəndləri. Dövlət kəndləri içində 3 dənə qanun yazacağım. 1853, 1900, 1903. 1853-cü ildə dövlət kəndisi bir yerdən başqa yerə gedə bilməz. Amma sahibkar kəndlisi, bax 3 qanunun 3-ündə də istədiyi yerə gedə bilər. Bu nə deməkdir? Tutaq ki, sinifdə bir uşaq deyir ki, müəllim, olar geyim o üzdə oturum, olar geyim bu üzdə oturum. Uşaq hara getsə müəllimin qabağındadır. Müəllim uşağı itirmir ki. Amma bir də var deyir ki, müəllim, olar gedin başqa sinifdə oturum. Uşaq sinifini dəyişəndə müəllim uşağı itirmiş olur. Ona görə də sahibkar kəndisi hara getsə sahibini dəyişir, ölkənin içindədir. Amma dövlət kəndisi getsə dövləti tərk eləyir. Yəni vergi verən təbəqə itirilir. Ona görə dövlət kəndisinin köçmək hüququ yox idi. 1900-cü ildə dövlət kəndliləri üçün belə bir qanun imzaladı ki, Cənubi Qafqazın dövlət kəndliləri üçün torpaq quruluşu haqqında qanun. Bu quruluş sözünü yadınızda saxlayın, nəsli istifadə. Nəsil sözünə, yəni quruluşumuz hardan gəlir? Nəslimizdən. Torpaq quruluşu haqqında qanuna görə dövlət kəndliləri dövlət torpaqlarından nəsillikcə istifadə edə bilərlər. Məsələn, mən məktəbin işçisiyəm, müəllimiyəm də. Mən ora istənilən saatda gedə bilərəm məktəbə. Heç kim mənə deməz ki, niyə gəlmirsən məktəbə? İstənilən saatda gedə bilərəm. İstəsəm qızımla gedərəm, istəsəm oğlumla gedərəm, nəslimdən, yəni kimlə istəsəm gedə bilərəm. Amma həmin məktəb mənim deyil. Sadəcə mən ondan istifadə eləyirəm. Bax, dövlət kəndliləri dövlət torpaqlarından torpaq quruluşu haqqında qanuna görə nəsillikcə istifadə edə bilərlər. Amma bu dövlətin torpağıdır, onların torpağı deyil. 1903-cü ildə isə onların istifadə edəcəkləri torpaqların sərhədləri təyin olundu. 2 dənə sərhəd sözü var, bunu qarışdırmayın. Demək, sərhəd sözü. Bir burada Mərspalı atalanda yazdım sizin üçün. Bax, burada Mərs palatalarında yazdım sizin üçün ki, Mərs sərhəd deməkdir. Kəndlilərə satılacaq torpaqların sərhədləri çəkildi. Bir də burada sərhəd sözü var ki, 1903-cü ildə dövlət kəndlilərinin istifadə edəcəyi torpaqların sərhədləri çəkildi. Eləcə də meşə, otlaq, çəməndə bunların istifadəsinə pulsuz verilirdi. Bax, 1912-13 var ha, burada bu qanun Zaqatalaya, Dağıstana, Dərbəndə də şamil olundu. Artıq hər bir kəndli burada öz torpağının sahibi hesab olunurdu, öz mülkiyyətinin sahibi hesab olunurdu. Amma bu islahatların heç biri əhali üçün xeyri olmadı. Səbəb odur ki, Rusun müstəmləkə rejiminə uyğun bir sistem idi. Hərbi vergi. 1887-ci ildə sizin üçün yazacağım bir hərbi vergi. Bir yazacağım ki, demək, Qafqaz İpəkçilik stansiyasının yaranması. Bir də sizin üçün yazacağım, demək, Konka. Demək, bu nə deməkdir? Konka atlara qoşurdular, demək, fayton. Şəhərin içində istifadə olunurdu. Əhali ondan minib gedirdi bir yerdən başqa yerə. Hərbi vergi nədir? Bizə hərbi aparmırdılar, inanmırdılar da bizə ki, gedərik onlara xəyanət eləyərik. Həm istəmirdilər hərbi bilək, həm də bizə hərbi aparmırdılar, güvənmirdilər. Ona görə hərbi vergi tətbiq olundu. Getmirdik deyənə vergi verirdik. Tutaq ki, 2 il hərbi xidmət müddətidir, 2 il müddətinə dövlətə vergi verirdin. Sonra Qafqaz İpəkçilik stansiyası. İpək sahəsində, bax, bunları əzbərləmək lazımdır. 27-də Xanabad manufakturası, 61-də Şəki İpəkçilik zavodu idi. Bu aiddir Rus kapitalistinə. 1862-ci ildə London sərgisindən medalına qayıtdı. 66-da Aşağı Əhlisli kəndində yeni zavodlar tikildi və 1887-ci ildə Qafqaz İpəkçilik stansiyası var idi. Hətta yadınızdadırsa 1836-cı ildə Qafqaz ipəyini yayan cəmiyyət var idi. Cəmiyyət. 36-da həmçinin rəhdarı ləğv olunub. Həmçinin demək, Albaniya nəslindən qalan Azərbaycanlılar, xristiyan dinli Azərbaycanlılar kilsələri var idi. O dağıdıldı. Alban katolikosunun ləğvi var idi.
Deməli 36-da Qafqaz İpəkçilik cəmiyyəti yaradıldı. 61-də Şəki İpək, 62-də London sərgisi, Aşağı Əlisi kəndi və 87-ci ildə Qafqaz İpəkçilik stansiyası yaradılmış oldu. Bax bu ipəkçilik var idi ya. Burada Rusiyaya məxsus idi. Azərbaycan qadınlarını çox işlətirdilər. Saatı çox maaş az. Ona görə də Hacı Zeynalabdin Tağıyev 1897-ci ildən böyük bir neft ərazisi var idi. Onu satdı, 5 milyona satdı. 1 milyondan özündə saxladı, 4 milyon Azərbaycan əhalisi üçün xərclədi. Məsələn, 1900-cü ildə toxuculuq fabriki tikdirdi. Özdə elə bir toxuculuq fabriki idi ki, həmin fabriki olan məhəllədə bağça da var idi, məktəb də var idi, binalı evlər də var idi ki, qoy qadınlar üçün rahat olsun. Sonra 1901-ci ildə Bakıda, 1902-ci ildə isə Gəncədə qızlar üçün məktəb tikdirdi Hacı Zeynalabdin Tağıyev ki, Azərbaycan qızlarını qoymurdular məktəbə getsin valideynlər. O da tikdirdi ki, qoy gedib oxusunlar. Sonra məsələn Tağıyev 1917-ci ildə Şollar suyunu çəkdirdi. Tağıyev Nağıyev də köməklik göstərmişdi maddi baxımından. Yəni Tağıyevin Azərbaycan iqtisadiyyatına böyük xeyri olmuşdu. Bu da Rusa zərbə vururdu. Niyə? Çünki Tağıyev var gücü ilə Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək istirdi. Bu da Rusun xoşuna gəlmirdi. Rus iqtisadiyyatına zərbə vururdu. Sizin neft sahəsində bir açar sözünüz var. Bir var sizdən deyəcək ki, 19-cu əsrin 60-cı illərində neftin inkişafının səbəbi deyəcəksən ki, çünki Rusiyada sənaye miqyasında istifadə olunduğu üçün, yəni Rusiyanın sənayesinə buna tələbat olduğu üçün 60-cı illərdə neft daha da inkişaf eləmişdir. Məsələn, belə deyək də, Cavad Məlikovun tutaq ki, Ağ neft zavodu, tutaq ki, neftə məcbur əməyin ləğvi. Bəs sizə deyəcək ki, 19-cu əsrin 70-ci illərində, yəni 72-ci ildə iltizamın ləğvi nə idi? Deyəcəksiniz ki, Rusiyanın duru yanacağı olan tələbatı. Deməli, 60-cı illərdə neftin inkişafının səbəbi Rusiya sənayesinin neftdən istifadə eləməsi, 72-ci ildə isə duru yanacağı olan ehtiyatının artması idi.